ilə maraqlı bir qaz qarışığı məsələsini həll edəcəyik. İlk öncə məsələni oxuyaq. CH4-dən ibarət qaz qarışığı üzərinə CH4 metan qazı əlavə edilir və qaz qarışığının hidrogenə görə nisbi sıxlıqları verilir. Həmin sıxlıqların mollardan asılı qrafikidir. Deməli, 18 mol, 14 mol nədir? 18 mol CO və CH4-ün M ortasının hidrogenə görə nisbi sıxlığıdır. 10-a 14 isə CO və CH4-ün üzərinə CH4 gəldikdən sonra alınan M ortanın hidrogenə görə nisbi sıxlığı 14-ə bərabərdir. Deməli, verilmiş 3 mol isə nədir? Deməli, ilk qarışıq olan CO və CH4-ün M ortasında hər birindən nə qədər mol olduğunu göstərir. Deməli, yazırıq bizə verilən qazlar hansılardır? Yazaq burada. Yazmaya keçək. CO var. Bir də C3H4 var. Deməli, M ortamız hidrogenə görə nisbi sıxlığı 18 verilib. 18 verilibsə, deməli, M orta nə qədərdir? 36-dır. M orta 36-dırsa, deməli, yazırıq. N1 CO üstə gəlsin N2 C3H4 N1 üstə gəlsin N2 bərabərdir 36. Bu düsturla da yazmaq olar. Xaç üsulundan da hər iki üsulu başa salacağım. Deməli, 28 N1 üstə gəlsin 40 N2 N1 üstə gəlsin N2 bərabərdir 36. Buradan 28 N1 üstə gəlsin 40 N2 bərabərdir 36 N1 üstə gəlsin 36 N2. 8 N1 bərabərdir 4 N2'ye. 2 N1 bərabərdir N2'ye. Buradan N1 plus N2'nin biz qrafikə görə tapdıq ki 3 moldur. Baxın, burada bizə 3 mol verilib. N1 plus N2 3 moldur. Onda N1 üstə gəlsin 2 N1 bərabərdir 3. N1'imiz 1 tapırıq. N2'mizi isə 2 tapırıq. İndi bizə yeni qaz qarışığı CO ilə CH4-ün üzərinə gəlir metan qazı. Deməli, rəngimizi seçmək istəyirəm. Deməli, burada yazırıq CO, C3H4 və hansı qaz? CH4 qazı. Deməli, CO-muz N1 CO üstə gəlsin N2 C3H4 üstə gəl N3 CH4 N1 üstə gəl N2 üstə gəl N3. Bu da bizim nəyimizdir? M ortamız. M ortadır. Üstürdən. İndi biz CO-nu bilirik. Burada da M ortanı neçə verib? M ortanın hidrogenə görə burada 14 verib. Gəlin baxaq. Deməli, həqiqətən də burada 14'ü görüb yerinə qoyuruq. M ortamızı neçə tapırıq? 28. 28 isə yazırıq. 28 N1 CO-nun emirin vurulsun 1 mol. Üstünə gəlirik 40 mol 40 qram. CH4-ün emiri vurulsun 2 mol. Üzərinə də gəlirik 3 mol 16 CH4-ün emiri. 1 üstə gəl 2 üstə gəl 3. Neçəyə bərabərdir? 28'e. Buradan da hesablayırıq. 28'in üstə 80. 108 üstə gəlsin 16 3. Bu da bərabərdir
28'i 1 üstəgəl 2 3. 28'i 3'ə vurduqda 84 üstəgəl 28/3. Buradan da 12. Deməli 28-dən 16-sı 12/3 bərabərdir 24-ə. 3 nə olacaq? 2. Nöqtəmizi də tapdıq ki, 2 moldur. Deməli bizdə x-i soruşur. X nədir? X nöbir nö2 nö3-ün cəmidir. Nöbir nö2 nö3-ün cəmini də qeyd edək. Nö1 üstəgəl nö2 üstəgəl nö3. 1 üstəgəl 2 üstəgəl 2. Ümumilikdə 5 mol. X-imiz nəyə bərabər oldu? 5 mola. Bu şəkildə məsələmizi həll etdik. Biz M-ortanı tapmağın düsturdan əlavə yolu da vardır ki, məsəl üçün bizə verilib CO. Tamam məsələdən ayrı bir izah verirəm mən sizə. Məsələn, CO verilib, C3H4 verilib. CO 28-dir, C3H4 40-dır. Biz tapmalıyıq ki, M ortamız neçədir? 36. 36-dırsa, bunda 8x, bunda 4x. Yəni, x-dir gedəndə 1-in 2-yə nisbətidir. Yəni 1 mol CO, 2 mol C3H4 kimi götürürük. Doğrudan da məsələdə də bu şəkildə göstərilmişdir. Bu da qısa yolda xaç üsulu deyirlər buna. Sağ olun, salamat qalın.